Müəllim, boksda ayaq nə qədər vacibdir? Çox yaxşı sualdır, amma belə həyəcanlı yoxdur. Nə olur? Diqqətlə qulaq as. Bax, ayaq ona görə vacibdir ki, sənin zərbən gücü ayaqdan gəlir. Bədənin və ayağını fırladanda zərbən daha effektiv olur və sən rəqibin zərbəsindən ayaqların vasitəsilə də müdafiə oluna bilərsən. Ona görə də ayaqların həm güclü, həm də sürətli olmalıdır. Nə etməlisən bunun üçün? Hər məşqdən sonra və yaxud da evdə götürürsən pirqılka və yaxud da ip, dairə şəklində qoyursan. Başlayırsan bir raund boyunca, bax girib çıxmağa, ayaqlarda girib çıxırsan. İkinci raundda bu vəziyyətdə işləyirsən və ayaqları dəyişə-dəyişə. Üçüncü raund bu vəziyyətdə işləyirsən. Girdin, çıxdın bu vəziyyətdə. Dördüncü raund 1, 2, 3 çıxdın, 1, 2, 3 çıxdın. Bunları işləyəndən sonra görəcəksən ki, sparring zamanı və yaxud da parada, döyüş zamanı ayaqların aktivdir. Daimi ayaqlarda işləyirsən, vurub çıxırsan. Bax, vurub çıxırsan, bam, 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 işləyirsən ayaqlarda. Yaxşı mı? Bu məşqləri elə.